Salam əziz izləyicilərim, sizi yeni bir videomdan salamlayıram. Bu günləri biraz alış-veriş etmişəm. Düzdür, çox deyil, amma elə getmişkən dedim bəzi şeylər var idi, alım. Elə Sumqayıta getmişdim qızlar. Yol üstü bəzi market. Əslində termofot üçün getmişdim. Dedim bir-iki şey də alınasıdır. Bəzi mağazinlərə girdim. Düz oradan çəkiliş edə bilmədim, amma evdə dedim gedərəm, çəkiliş edərəm sizin üçün. Də paylaşaram. Belə bir yəni dəst paltar götürmüşəm. Sportivnidir. Yəni sportivni kimi gedir də ev geyimi. Belə bir geyim. Bir də corab götürmüşəm. Bilmirəm sizdə də belədirmi qızlar? Bizim evdə corab çatdırmaq olmur. Ona görə də corab almışam. 2 ədəd özümə götürmüşəm. Mən qara corab sevirəm, ona görə də elə qara aldım. Uşaqlara da belə Nike böyük oğlum üçün böyüyünü götürdüm. Balaca üçün də balacasını belə bir götürdüm. 2 cütdə yoldaşım üçün götürmüşəm qızlar. Düzdür, hələ qalın corablara keçməmişik. Amma dedim qalın corabları bir dəfə Sədərəyə gedərəm. Sədərəkdən dəst şəklində götürərəm. Hələ yəni qalın heç nə almamışam. İstər kalqotka olsun, istər də yəni belə deyim corablar olsun. Bir də qızlar elə getmişkən dedim bizim hamamın qabağına keçən il mən daroşka aldım ümumi koridorumuza, amma belə yəni hamamın qabağı hissəsini almamışdım. Belə ayaq altı aldım. Hamamın qabağı üçün. Bilmirəm, burada necə görsənir. Belə bir ayaq altıdır. Başqa rəngi də vardı, amma o renk xoşuma gəlmədi. Elə bu renk götürdüm. Bir də elə getmişkən yol üstü biraz evə bazarlıq elədim. Buradan deyə bilərəm ki, qızlar, mənə rəylərdə deyirlər ki, siz nə qədər qreşka mərci yəni alırsan sən, onu deyə bilərəm ki, yəni bizim evdə, yəni uşaqlar, adətən də uşaqlar mərcisiz, yəni oğlum gün də olmasa gün aşırı təsəvvür edə bilmərəm balaca oğlumu ki, hər gün də versən, yəni yeyər, disinməz, amma mən çalışıram ki, biraz ara verək, amma o necə deyim, doymur mərcidən, yəni o qədər sevir ki mərcini. Desəm ki gündəlik bişirim, yəni ona razı olar. Balaca oğlum da, böyük oğlum da qreçkanı, ona görə də tez-tez alıram. Ona görə də buradan açıqlama vermək istədim ki, yəni bizim evdə yəni bunu uşaqlar daha çox sevir. Ona görə də tez-tez alıram. Yəni bizim uşaqlar kənd cücəsi yemirlər, ət hər satdıqla yemirlər. Ona görə məcburam ki, bunlara nəsə belə bir şeylərlə uşaqları doydurum. Bir kilo aş düyü salmışam. Bu aralar beynimə plov düşüb. Ona görə də bir kilo düyü aldım. Evdə də var idi, yenə də aldım. Belə qreçka, bir də mərci. Bizim olmazsa olmazımız mərcimiz. Bir də qızlar, bilmirəm, bax belə bir termofot almışam. Burada oğlum o qədər çay sevəndi ki, o qədər çay, yəni necə deyim, çayxor deyə bilərəm, belə deyim. Gündə neçə stəkan yəni çay içir. Yatmağa da gedəndə belə, dərsə də gedəndə deyir, ana bir stəkan mənə çay ver, elə gedim. Hər zaman da bəzən elə olur, işim olanda o gedir, özü çaydanı qoyur. O da mənim üçün qorxuludur ki, uşaq da üstünə tökər, qazı yandıranda biraz alışqanı çox yandırar. Ona görə qorxurdum. Elə özü yığmışdı pulunu. Belə bir termofot almışam. Mənə Evrolüksdə dedilər qızlar, məsləhət gördülər. Amma rəylərdə çox oxudum Evrolüks haqqında. Dedilər ki, tez yanır belə elə. Ona görə də fikrimlə daşındım Evrolüks haqqında. Onu alacaqdım.
da fikrimdən daşındım. 7 litrlik almışam. Bir ildə qaranti verib. Belə bir dənə videonu dayandırım, bunu açım. Sizlərlə başlayayım videoya. Açtım qızlar. Biraz orada açmaq çətin idi. Amma indi açtım. 7 litrajlı qızlar. Belə özünün də kilidi var. Kildə salınmağı. Işıq keçəndə, yəni özünün pompasıyla basıb ışığı, yəni belə deyim, süzməsi, bir də altdan da belə süzmə, yəni basılı tutanda süzməsi var. Belə. Mən aldım, bilmirəm qızlar. İnşallah yaxşı olar. Sağlıqla işlədək inşallah. Belə xoş günlərdə işlədək. Sağ olun qızlar. Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Hər birinizin fikirləri mənim üçün maraqlı olar. Çox sağ olun ki, mənim videolarımı izləyirsiniz, videolarımı baxırsınız, rəy yazırsınız. Hər bir videomda da sizlərdən rəy gözləyirəm. Hər bir videoma da əgər baxıb bəyənirsinizsə də bəyənmə işarəsini basmağı sizlərdən gözləyirəm. Sağ olun, yenə deyirəm. Növbəti videolarımda görüşənə qədər.